Hər vaxtınız xeyir olsun. Salam deyirəm hər birinizi. Bildiyiniz kimi bugün 14 iyul 2026-cı il müəllimlərin işə qəbulu imtahanının birinci günüdür. Və gün ərzində mən sizlərlə kurikulumdan hansı mövzular düşübdüsə təxmini paylaşmışdım. Və qeyd eləmişdim ki, suallar əlimə gəlib çatan kimi sizinlə paylaşacağım. Deməli müəllimlər, suallar müəllimlərimizin dediyinə görə, iştirak edən müəllimlərimizin ünvanladığı suallardır və mən də sizlərlə paylaşıram. Sual belə olubdur. Güllərin gecə-gündüz suvarılması prosesini avtomatikləşdirmək üçün proqramlaşdırma dilindən istifadə edərək proqram tərtib edin. Proqram tərtib edin deyir, düzdürmü? Və burada idraki sahənin mərhələsini soruşublar. İdraki sahənin mərhələsi müəllimlər burada tətbiq olacaq. Bir mənalı şəkildə. Niyə? Müəllimlərin bəlkə də böyük əksəriyyəti düşünər ki, müəllim burada proqram tərtib eləyir, özündən nəsə bir şey yaradır. Burada özümüzdən yaradıcılıq eləməyimizə gərək yoxdur müəllimlər. Burada heç bir şey yaratmırıq. Sadəcə öyrəndiklərindən istifadə eləyir, proqramlaşdırma dilindən istifadə eləyir və proqram tərtib eləyir. Qutardı getdi. Tətbiq eləyir, icranı həyata keçirir. Vəssalam. Müəllimimizə tətbiq götürübdür. Növbəti sual belə olubdur ki, müəllim şagirdlərə mövzunu izah edir. İzah eləyirəm. Daha sonra şagirdlərdən həmin mövzunu az sözlə, qısa şəkildə ifadə etmələrini istəyirəm. Yəni, lokanik. Burada söhbət nədən gedir? Sinifveyin iş üsulundan gedir müəllimlər. İş üsulumuz sinifveyindir. Yəni, sinifveyin iş usulu necə bir iş usuludur? Mahiyyət nədən ibarətdir? Mahiyyət ondan ibarətdir ki, müəllimin keçdiyi hansısa bir mövzunu şagirdlər qısa şəkildə, az sözlə, xülasəsini ifadə edə bilirlərmi? Lakanik şəkildə. Yəni, burada lakanik sözünü yazmayıbdır, yazıb az sözlə, qısa şəkildə. Vəssalam, iş üsulumuz sinifveyin iş usulu olubdur. Sonra, növbəti sual belə olubdur ki, sualın tam versiyası çatdırılmayıbdır. Hansı qismi çatıbsa bizə, biz də onu paylaşırıq. Blok sxem qurur və izah edir. İdraki sahəni soruşub burada. İdraki sahənin mərhələsi anlamaqda olubdur. Qurduğunu bizim əziz şagirdimiz izah eləyə bilirsə, demək ki, anlayıbdır. Anlamaq mərhələsindədir. Sonra belə bir sual olubdur ki, müəllimin yanlış fəaliyyətini müəyyən edin. Bizim bu müəllimimizin yanlış fəaliyyətini soruşubdur. Variantlar veribdir. Müəllimimizin götürdüyü düzgün variant da bu variant olubdur və biz də bu variantı bura qeyd eləmişik. Deməli, yanlış olan variantı istəyib, yanlış variant da budur. Şagirdin fərdi marağını öyrənmək üçün valideynlə əlaqə qurur. Bax, bura qədər oxuyarsınız, deyirsiniz ki, müəllim, düzgündür axı. Düzgündür. Fərdi marağını öyrənmək üçün mən valideynlə əlaqə qura bilərəm, danışa bilərəm. Bura qədər düzgündür. Və valideyndən deyir, öyrənmə fəaliyyətləri üçün rəy alır. Bax, mən valideyndən niyə rəy alım ki, öyrənmə fəaliyyətləri ilə bağlı? Axı, mənim öz peşəkarlığım harada qaldı? Bu artıq yanlışdır. Müəllim valideyndən şagirdlə bağlı məlumatlar ala bilərəm. Məsəl üçün, öyrənməsi üçün maraqlarını öyrənə bilərəm. Amma mənim seçdiyim öyrənmə fəaliyyətləri ki var, hansı ki, müəllimin o peşəkarlığına dayanan fəaliyyətlərdir, iş üsulları, metodları, onu mən artıq şagirdin necə keçəcəyəm dərslərimi o haqda valideyndən rəy alırsa müəllim, artıq bu yanlış bir fəaliyyətdir müəllimlər. Aydındırmı? Yəni, son dərəcə diqqətli olmaq lazımdır. Sualların çətinlik dərəcəsinə gəldikdə isə suallarımız çətin olmayıbdır. Ümumilikdə çətin düşməyibdir. Əsasən informatika səhər növbəsi olan müəllimlərimizin yönləndirdiyi suallardır. Buradakı sualların əksəriyyəti. Yəni, belə deyək də, suallar səhər növbəsinə o qədər də çətin düşməyibdir. Ümid edirəm, növbəti günlərdə iştirak edən müəllimlərimiz də diqqətli olarlar və diqqətli şəkildə yazarlar. Hər birinizə uğurlar arzulayıram müəllimlər. Və bu kanalı izləmədə qalın, çünki sabahda, digər günlərdə də İnşallah ki, bu kanalda suallar paylaşılacaq. Diqqətiniz üçün təşəkkür edirəm.